İki qonşu olur. Bu qonşular söhbətlə ay qardaş deyir. Bir arvada olan qonşu o bir iki arvada olandan soruşur ki, sen ne tezden durursan, ne tez çıxırsan küçəyə. Axı mən nə illah eləyirəm bu küçəyə çıxa bilmirəm ki. Deyir ki, ay qardaş deyir, mən iki dənə arvadım var. Bəs biri ayağıma giydirir, biri xörəyimi yedirdir, biri pencək verir. Ona görə mən tez çıxıram da. Bu qonşu bir arvada olan qonşu da tez evlənmək həvəsinə düşür. Deyir ki, qoy mən də deyir, iki arvada alım, bundan qabağa çıxım da küçəyə. Alır, gün keçir, ay dolanır. Bu da alır ikinci arvadı. Hiç ayda ötməmiş, bunlar başlayırlar qırxa-qıra. Vaxsey, ay Allah der, mən başıma haran külün tüküm, neynim? Bu yazıq kişi. Bu yazıq kişi, o bir kişiden de qabağa çıxıb küçədə oturur ki, deyir, ay qardaş, deyir, sən nə tez gəldin küçəyə? Deyir ki, vay, sən mənim başıma daş düşeydi, sənin sözünə baxan yerdə. Mən nə qələt elədim, ikinci arvada aldım.